20 yanvarı Heydər Əliyev törədibdir. Keçmiş baş nazir Artur Rəsiyan vasitəsilə Rusiya qoşunları çağrıldı və xalqımız qırdırıldı değerli həmvətənlər. Hər il metrolar pulsuz olurdu, avtobuslar pulsuz olurdu 20 yanvar tərəfə gələnlər. Amma bu il pullu oldu, pullu. Niyə? 20 yanvar söhbətini bağlamaq istəyirlər. Hamı bilir ki 20 yanvarı Heydər Əliyev törədibdir. Bundan başqa bəzi qırğınlar var. Avtobusun partlaması, metroların partladılması, cəbhədə rayonların, Kəlbəcər kimi rayonların verilməsi. Bunların hamısını elətdirən Heydər Əliyev idi. Şuşanın verilməsinə qədər Heydər Əliyev verdirdi. Ya Şuşanın verilməsinə Heydər Əliyev verilməmişdisə, Elçi bəyin vaxtında verilmişdisə, Şuşada olan Elbrus Soruzovlar, Kəlbəcəri verən Nəcməddin Sadıqovlar bu günə qədər niyə vəzifələrdə? Yalandan deyirlər Nəcməddin Sadıqov baş qərargah rəisliyindən götürülüb. Yalan deyirlər. Bütün ordunu bu gündə Nəcməddin Sadıqov idarə eləyir. Vallahi billahi deyirəm. Ona görə gördüğünüz Xocalı soyqırımının komandir katili azadlığa bırakıldı İlham Əliyev tərəfindən gizlin mış kimi bırakıldı azadlığa. Paylaşmasaydı Paşinyan gizlədəcəkdilər. Gizlətməyə çalışacaqdılar. Xaçaturyanı buraxan adam, Xaçaturyan qədər bu xalqın qanına əli batıb deməkdir. İlham Əliyevin 20 yanvara sayğısı olsaydı, İlham Əliyevin 20 yanvara hörməti olsaydı, arvadı da gələrdi 20 yanvara, oğlu da gələrdi. Bugün arvadınla, oğlunla İsveçrədə, Davosda götünü çöplətməzdi. Yəni xalqa mesaj vermək istəyirlər, siz deyirsiniz, belə elə mən oğlumu gətirmək istəyirəm. Ramzan Kadyrov kimi, Türkmenistan Qurbanqulu nə bilim, Şeymin başı, Türkmen başı kimi. Onun oğlu kimi oğlumu da gətirmək istəyirəm. Bax, biznes. Pox yiyib başını daşa döyür. Azərbaycanda yeganə siyasi qüvvəyik ki, 20 yanvar şəhidlərinin mənəvi siyasi varisləri, onların canlarını fəda elədikləri dəyərlər uğrunda mübarizə aparır və biz də qanımızın son damlasına qədər bu dəyərlər uğrunda mübarizə aparacaq. Son nəfərimizə qədər mübarizə aparacaq. Heç kim bizi bu mübarizədən çəkindirə bilməz. Amma Azərbaycan dövlətinin atributları altında, Azərbaycan dövlətinin bayrağı gerbi altında 20 yanvar şəhidlərinə qarşı bu hörmətli qəbul olunan deyil. O günlərdəki Putinin əl altıları, Dugin, Solovyov Azərbaycanın müstəqilliyinə Rusiyanın barışmamalı olduğunu deyir. Azərbaycanın müstəqilliyinin yalancı olduğunu deyir. Bax, məhz bugün Azərbaycanın milyonlarla insanını bu meydanlara tökmək lazım idi ki, Azərbaycanın müstəqilliyinin arkasında xalqın dayandığını Duginə də, Putinə də sağ olun göstərsinlər. Amma Azərbaycan hökuməti bunu eləmir. Azərbaycan hökuməti faktiki olaraq 20 yanvar şəhidlərinin ziyarətindən mane olmaq istəyir. Bax, bütün həqiqət bundan ibarətdir. Yenə də keçən olduğu kimi müəyyən az miqdarda adam buraxdıqdan sonra arxadan sifər çəkildi, xeyli cəbhəçi kənarda qaldı. Bu barədə fikirlər. Bütün məqsəd xalq cəbhəsinin bu ziyarətə az gəldiyini göstərmək. Bütün məqsəd insanları bizi dəstəkləmək. Eləmədən yəni uzun sözün qısası xalq cəbhəçiləri parçalaya göndəriblər ki, yəni baxın, xalq cəbhəsi balacadır, xalq cəbhəsi cılızdır, xalq cəbhəsi zəifdir. Əli kərini tutmaqdan ümumiyyətcə partiyanı demək olar ki, məhv elədik. Belə bir görüntü vermək istəyirlər.